İmam Hüseyin əzadarlığında həm Allah zikr olunur. İnsan bu əzadarlıqda Allahı tapır, Allaha şükür edir. Həm vilayəti başa düşür, imaməti başa düşür. Onlara qarşı sevgini həyata keçirir. Gözəlləşir də bütün cəhətlərdən gözəlləşir. Gör İmam Hüseyin əleyhissalam bir hərəkatı ilə nə iş görüb. Həm insanların fitrəti gündəmə gəlir. Fitrət gəlirsə nəfsi istəklər keçir arxaya. Belə insan da nurani insan olur, pisliklərdən kənarda olur. Həm də ki insanın ruhu aramlıq tapır və insanın zehni, əqli, ümumiyyətlə psixoloji olaraq insan çox güvəndə hiss eləyir özünü. Aram olur, Hüseyinçidir deyə. Hüseyinçidir deyə aram olur. Eşq, ləzzət, qürur, fəxarət, dünya xoşbəxtliyi, axirətin nicatı onu bu dünyada güvəndə saxlayır və onu qane eləyir.